Salam uşaqlar, metal rabitəsini izah edirəm. Metalların xarici təbəqəsində olan elektronlar nüvədən uzaqda yerləşir. Niyə? Çünki radius böyükdür axı metallarda. Radius böyük olduğundan deməli metalların xaricində olan elektronlar asanlıqla metalın özündən, yəni o təbəqədən qopa bilir. Məsələn, təsəvvür eləyək ki, belə bir metal lövhəmiz var. Lövhənin içində metal atomları var və metal atomundan elektron qopub gedəndən sonra o müsbət yükə çevrilir və sərbəst elektronlar var. Atom var, ion var, belə deyək də, elektronunu itirmiş atomlar var, ionlar var, bir də sərbəst elektronlar var. Metal rabitəsi nədir? Metal rabitəsi bu sərbəst elektronlarla həmin o ionlar arasında, burada da baxaq, müsbət yüklü metal ionları ilə sərbəst hərəkət edən elektronlar arasında yaranan rabitəyə metal rabitəsi deyilir. Metal rabitəsi yalnız metallarda və onun ərintilərində olur. Məsələn, bizdən soruşsalar ki, metal rabitəsi hansı maddələrdədir? Yalnız sərbəst halda metalları götürürük. Mis, dəmir, xrom, məsələn, kalsiyum, natrium, kalium. Bir də metalın ərintiləri hansılardır? Çuğundur, poladdır, metal ərintiləri hansılardırsa onlarda metal rabitəsi var. Deməli, metaldan sərbəst elektronlar qopur. Çünki metalın radiusu böyükdür və elektronlar qopur deyə o elektronlar sərbəst olaraq hərəkət edir. Metallarda bu sərbəst elektronlar elə onların elektrik keçirməsini nədir? Təmin edir. Metalların sərbəst elektrik cəryanı keçirməsi onda sərbəst elektronların olması ilə bağlıdır. Amma metalların deməli istilik keçiriciliyi, elə həmçinin də yüksək elektrik keçirməsi, yüksək temperaturda əriməsi, işığı əks etdirməsi metal rabitəsinin olması ilə izah olunur.